səhv işlər görən insanlar, maşını səhv idarə edən insanlara cəzalandırılmasıdır və s. Sizcə gələcəkdə dron texnologiyalarından istifadə olunaraq elə qayda pozuntularını görməkdə asanlaşacaqmı? Bu praktika əslində var. Məsəl üçün, dost-qardaş Türkiyədə dronla ictimai asayişin qorunması filan məsələlərinə orada avtobus zolağını ləğv elədi. Elə bir vəziyyət yarandı ki, sanki bir nəfəslik açıldı oradan. Avtobus onsuz da oradan, nə bilim, bəlkə də bir yarım saatdan bir keçirdi. Yəni bu o qədər də səmərəli deyildi. Sıxlığın yaranma səbəblərindən danışdınız. Biz Avropa təcrübəsini ölkəmizdə konkret olaraq Bakı şəhərində və ya avtobus zolağı olan digər şəhərlərimizdə tətbiq edə bilərik. Söhbət hansı təcrübədən gedir? Hər kəsə salam, Urban Planning Fast podkastına xoş gəlmisiniz. Mən proqramın aparıcısı Kənan Qasımov. Bu platformamızda biz şəhər planlaşdırılmasını sadə və anlaşılan dildə müzakirə edirik. Bugünkü qonağımız televiziya və radio aparıcısı, şəhər problemləri və ictimai mövzuları daim gündəmdə saxlayan Rahib Əhmədoğludur. Rahib bəy, sizi xoş gördük, xoş gəldiniz. Xoş gördük. Dəvətiniz üçün təşəkkür edirəm. Çox sağ olun. Hər gün sosial şəbəkələrdə yol problemi, tıxac, park səkilər və digər şəhər problemləri paylaşılır. Amma bunların yalnız kiçik hissəsi geniş auditoriyaya çatır. Siz bu auditoriyaya çatılması üçün Azərbaycana çox böyük bir xidmət edirsiniz və sizə bunun üçün çox təşəkkür etmək istəyirik. Mən də sizə təşəkkür edirəm. Bəli, belə problemlər var. Ümumiyyətlə şəhər varsa, bu deməkdir ki, sıxlıq da var. Şəhərin parklanma problemi də olacaq və digər problemlər də, bu normaldır. Sadəcə bu problemləri düzgün anlayıb və biz şəhərdə yaşamaq istəyirikmi? Bu sualı özümüzə verib, ondan sonra şəhərin müsbətləri ilə mənfilərini bir tərəzidə tutmağı öyrənməliyik. Yox, əgər öyrənə bilmiriksə, istəmiriksə, deməli, seçimimiz başqa cür olmalıdır. Eynən. Sizə belə bir maraqlı sual soruşmaq istəyərdim. Heç dron texnologiyalarıyla sizin işiniz olubmu, hər hansı bir işiniz? Təbii ki. Təbii ki. Dron texnologiyalarından belə bir sual soruşmaq istəyərdim. Gələcək siz bildiyiniz qədərilə, hamı bildiyi qədərilə siz sosial media şəbəkələrinizdə yol hərəkət qaydalarıdır, səhv işlər görən insanlar, maşını səhv idarə edən insanlara cəzalandırılmasıdır və s. Sizcə gələcəkdə dron texnologiyalarından istifadə olunaraq elə qayda pozuntularını görməkdə asanlaşacaqmı? Bu praktika əslində var. Məsəl üçün, dost-qardaş Türkiyədə dronla ictimai asayişin qorunması filan məsələlərinə bu texnologiya ciddi şəkildə kömək eləyir. İstanbul boyda şəhərdə bir də baxırsınız, gecə vaxtıdır, göydə dronlar uçur. Təbii ki, bu ictimai asayişin qorunması üçündür. Niyə bizdə də olmasın? Əslində bu praktika artıq işlənilib və müsbət nəticəsində verib. Bizdə də olması tam normaldır. Bunun artıq belə deyək, bəzi sürücülərimiz var, deyirlər ki, misal üçün deyirəm, bunu mən dəfələrlə apardığım verilişlərdə belə suallarla qarşılaşmışam. Dinləyici zəng eləyir radioya, deyir ki, filan yerdə polis dayanır və mən bilirəm ki, polis oradadır. Adamın demək istədiyi odur ki, mən istədiyim kimi qayda poza bilmirəm. Amma demir onu təbii ki. Təbii ki. Təbii ki, göydə dronlar da olsa, bu ictimai asayişin qorunması üçün insanların müəyyən mənada qanun, qayda pozuntularına yol verməsi məsələsi də ciddi şəkildə aşağı düşə bilər. Onsuz da ölkəmizdə, belə deyək, cinayətkarlıq olsun və yaxud da digər məsələlərlə bağlı ciddi problem yoxdur. Ciddi məsələlər müzakirə olunmur. Bu da təbii ki, aidiyyatı dövlət qurumlarının gördüyü işlərin nəticəsidir. Burada görünməyən qəhrəmanlarımızın da adını çəkə bilərik, Daxili İşlər Nazirliyində adını çəkə bilərik ki, onların xidməti sayəsində bugün negativ hallara biz çox nadir hallarda rast gəlirik. Amma yenə də var, təbii ki, insan varsa negativ hallar da var. Bunun qarşısının alınması üçün dronun, mən deyərdim ki, minimumun da minimuma endirilməsi üçün dronun müsbət xidməti ola bilər. Belə bir sual da soruşmaq istəyərdim. Bildiyiniz qədərilə bizdə hələ Azərbaycanda belə texnologiyalar çox da yayılmayıb. Elə dron müşahidəsi olsun, çox ciddi kamera sistemləri olsun, müşahidə olsun. Azərbaycanda bildiyiniz qədərilə Çin kimi ölkələr olsun, İstanbul kimi şəhərlər olsun, siz bildirdiyiniz qədərilə. Belə də yayğınlaşmayıb. Sizcə insanların ona alışma sürəci olsun, insanların onu təqdimatı olsun, insanları onu, necə deyim, publikaya onu tanıtmaq olsun. Sizcə belə problemlər, bu hissədə problemlər olacaqmı, yoxsa insanların yeni texnologiya öyrəşmək məsələsi? Eynən. Belə deyim, Çinin bir şəhərini misal gətirək, siz dediyiniz kimi, Çinin bir şəhərində Azərbaycanın ümumi əhalisindən daha çox
əhali yaşayır. Bəli. Düzdür? Bəli. Yəni bu halda təbii ki, vətəndaşın üz tanımasıdır və yaxud da digər məsələlər aktualdır və çox vacibdir, zəruridir. Amma bizdə dediyim kimi aidiyyatı qurumların fəaliyyəti və vətəndaşların qanuna riayət etmə səviyyəsi onu göstərir ki, bu gün ehtiyac olmaya bilər. Hə, sabah ehtiyac olacaqmı? Bunu deyə bilmərik. Proqnozlaşdırmaq çətindir. Amma reallıq onu göstərir ki, artıq 21-ci əsr texnologiya əsridir. Hər an biz yeni texnologiya ilə üz-üzə qala bilərik. Normaldır bu. Belə bir sual da soruşmaq istəyərdim. Bildiyiniz qədərilə media sahəsində də artificial intelligence olsun, süni intellekt olsun, süni intellekt texnologiyaları yavaş-yavaş göstərilməyə başlayır, tətbiq olunmağa başlayır. Belə bir media insanı olaraq sizdən belə bir sual soruşmaq istəyərdim. Süni intellektin televiziya sahəsi olsun, media sahəsi olsun, ona tətbiq olunması ilə bağlı necə bir experience-ınız olub, necə istifadə eləmisiniz onu? Süni intellektdən təbii ki, istifadə edirik. Çəkilişlərdə, montaj prosesində daha doğrusu istifadə edirik. Amma reallığı deyim sizə ki, süni intellekt yaxşıdır. Amma baxır harda və hansı qaydada tətbiq olunur. Əgər bu vətəndaşların daha çox məlumatlanmasına, onların faydası üçün istifadə olunursa, niyə də olmasın? Amma media sahəsində biraz kənara çıxsa, misal üçün bugün görə bilərik ki, musiqidə süni intellekt kifayət qədər populyarlaşıb. Eynən. Bilirsiniz bu nəyə oxşuyur? Elə bir benzin və yaxud da dizel mühərrikli avtomobildən düşmüsən, bir elektromobil sürürsən. Bəli. Maşın var, ruhu yox. Orada da eynən. Musiqi var, amma ruhu yox. Bax, eyni məsələdir. Baxır harda və hansı səviyyədə istifadə olunur. Belə bir sual soruşmaq da istəyərdim. Montaj prosesində siz süni intellektin istifadəsindən danışdınız. Siz özünüz montajla məşğul olursunuz? Fiziki olaraq əyləşirəm orada. Təbii ki, o işi görən insanlar var, kifayət qədər peşəkarlar işləyirlər onun üzərində. Montajçılar o işi görürlər, amma beyin olaraq təbii ki, mən orada iştirak edirəm. Belə bir sual soruşmaq istəyərdim. Bildiyiniz qədərilə Azərbaycanda yeni velosiped zolaqları olsun, yeni maşına alternativ yollar, mikromobilli zolaqları. Bəli, mikromobilli zolaqları olsun. Belə bir sual soruşmaq istəyərdim. Siz bir necə deyim, yol hərəkət qaydaları ilə məşğul olan media insanı olaraq bu yenilikliyə necə baxırsınız? Baxın, bu çox geniş mövzudur, həddindən artıq geniş mövzudur. Bunu artıq illərdir ki, həm radio, həm televiziya efirlərində müzakirə edirik. Belə bir şey deyim. Mikromobilli zolağına bugün ehtiyac var idimi? Birinci bu sualı qabartmalıyıq. Mənə qalsa həm hə, həm yox. Hə, ona görə ki, şəhərin mərkəz hissəsi var və şəhərin mərkəz hissəsində mikromobilli zolaqları olmalıdır. İnsanlar skuter və velosipedlərdən istifadə etməlidir. Təbii ki. Amma şəhərin mərkəzindən nisbətən kənar hissələrdə özünüz də fikir verirsiniz ki, mikromobilli zolaqları boş görünür. Bəli. Yəni, görüntü olaraq boşdur. Bəli. İstifadə olunmamasının səbəbini də deyim sizə. Vətəndaşın öz komfortunu düşünməsidir. Bu da tam normaldır. İnsan seçimlərində azaddır, demokratik bir ölkədə yaşayırıq. Bəli. Biz hər birimiz özümüz seçə bilirik ki, biz bugün işə avtobusla mı gedirik, metro ilə mi, şəxsi mini vasitəmizlə mi və yaxud da skuterlə. Hə, skuterlərin və yaxud da velosipedlərin şəhərimizdə, konkret Bakı şəhərində aktuallaşması, onların artıq zəruri bir nəqliyyat növünə çevrilməsi üçün nə etməliyik? Bu sualı versəz, belə cavab verərəm ki, misal üçün, Yeni Yasamalda yaşayan bir şəxs gəlmək istəyir İnşaatçılar metrosuna, oradan da minəcək metroya, çıxıb gedəcək Əhmədli metro stansiyasında düşəcək, oradan da nisbətən kənarda, yəni metronun tam çıxışında yox, nisbətən kənarda iş yeri var. İnsan oraya getmək istəyir. Neyə bilər? Şəxsi velosipedini alır, saxlayır qarajında, evində.
minir velosipedə, gəlir metroya qədər. Orada pulsuz parkinq yerləri olsa, vətəndaş orada bağlasa öz velosipedini, çıxıb getsə metro ilə, oradan da kirayə götürdüyü velosiped, skuter və yaxud da intervalı çox qısa olan marşrut xətti üzrə hərəkət edən avtobuslara minib iş yerinə getsə, baxın, görün, problem nə qədər asan bir şəkildə həll olunmuş olar. Bəli. İndiki şəraitdə vətəndaş nə edir? Minir öz şəxsi minik vasitəsinə, çıxır Yeni Yasamaldan, Ziya Bünyadov prospektini yükləyir, oradan gedir Qarayev prospektini yükləyir, oradan da gedir Əhmədli, Ukrayna dairəsi və digər istiqamətləri yükləyə gedir. Adəm bəyə qədər maşınla gedir. Ay sağ olun. Axşam qaydanda da yenə eyni proses davam edir. Yəni günün pik saatı, səhər və axşam bu dəyişmir, əksinə həmin o saatlar artıq genişlənməyə başlayır. Bəli. Bakının günorta, səhər, axşam saatları demək olar bir-birinə qarışıb. Və artıq bu gün deyə bilmirik ki, filan vaxtı günün pik saatıdır. Xeyr. Gün başladısa, saat hardasa 8-9-dan, 9 çox gecdir, 8-dən sonra axşam saat 10-a qədər Ziya Bünyadov prospektində görürsən ki, sıxlıq var. Səbəb, orada bir çox səbəblər var əslində, konkret prospektlər üzrə getsək, ümumiyyətlə götürsək, pik saat anlayışı itib. Səbəb də nəqliyyatın şəbəkəsinin düzgün planlaşdırılmamasıdır. Belə. Biz şəhər mərkəzinə toxunduq. Şəhər mərkəzlərində insanların alternativ transportasiya metodlarından danışdıq. Belə bir sual soruşmaq istəyərdim. Az öncə qeyd elədiyiniz kimi bizim mərkəzdən kənar şəhərlərimizdə, ya da belə deyim, zonalarımızda elə alternativ transportasiya qurğularına çox da ehtiyac duyulmur. Bəs orada o zonalarda olan tıxaclarımızı azaltmaq üçün necə metodlar istifadə edə bilərik? Şəhər mərkəzindən kənarda deyirsiniz. Maraqlı sualdır. Konkret ünvan üzrə desəz daha maraqlı olar, daha korrekt cavab verə bilərəm, amma belə ümumi olacaq cavab. Yenə də bizdə ictimai nəqliyyat deyəndə iki nəqliyyat növü ağlımıza gəlir. Çünki alternativi yoxdur onların. Avtobus və metro. Nisbətən taksi də əslində ictimai nəqliyyat növü hesab olunmalıdır və onların da avtobus zolağına girişinə icazə verilməlidir. Təəssüf ki, belə deyil. Belə olmamasının da bilmirəm hansı səbəbləri var. Misal üçün, avtobus zolağı təşkil edirik, günün 24 saatı sürücülərin üzrə bağlıdır. Və yaxud da avtobus zolağı təşkil edirik, ayda ildə bir avtomobil keçir oradan. Son paylaşımlarımdan birində, səhv eləmirəmsə, Mehdi Abbasov küçəsi idi. Orada avtobus zolağı var idi və həmin avtobus zolağı sıxlıqdan başqa heç bir şey yaramırdı. Və o çəkilişi etdi, sağ olsun aidiyyatı qurum, dərhal orada avtobus zolağını ləğv elədi və elə bir vəziyyət yarandı ki, sanki bir nəfəslik açıldı oradan. Avtobus onsuz da oradan, nə bilim, bəlkə də bir yarım saatdan bir keçirdi. Yəni, bu o qədər də səmərəli deyildi. Baxın, sıxlığın yaranma səbəblərindən danışdınız. Biz Avropa təcrübəsini ölkəmizdə, konkret olaraq Bakı şəhərində və avtobus zolağı olan digər şəhərlərimizdə tətbiq edə bilərik. Söhbət hansı təcrübədən gedir? Onsuz da bu, belə deyək də, praktika gəlir Avropadan, qərbdən gəlir. Biz bunu elə onlar kimi də tətbiq etsək, düşünürəm ki, problem olmaz. Söhbət nədir? Hər bir sürücünün avtobus zolağına daxil olma imkanı olsun. Günün istənilən saatı, istənilən vaxt daxil ola bilər. İstənilən avtomobillə. Amma bir şərt olsun orada. Avtobus zolağına daxil olan kimi protokol yazılmasın. Avtobusun hərəkətinə mane olduğu halda yazılsın cərimə. Hə, bu halda indi baxaq görək, hansı sürücü avtobusun hərəkətinə mane olacaq? Bəli. Bax, bu əslində bilirsiniz nə deməkdir? Bir var, vətəndaş sırf həmin zolağa girişi qadağan olunub deyə sürücü biraz aqressiya yaranır, biraz yox, əməlli başlı aqressiya yaranır onda ki, boş qalıb ora mən girə bilmirəm, qalmışam sıxılıqda, avtobusda ayda ildə bir dəfə keçir oradan. Bu aqressiya yaradır sürücüdə. Yox, əgər sürücüyə icazə verilsə ki, sən daxil ol ora, amma avtobus gələndə, bilmirəm, nə inirsən elə, mane olma onun hərəkətinə. Baxaq görək onda nəticə necə olacaq. Məncə pilot layihə kimi bunu yoxlamağa dəyər.
Siz qeyd elədiniz ki, avtobus zolaqlarına girişə sadəcə avtobusa mane olsa cəza yazılsın. Bəs bunu pilot layihə olaraq gerçəkləşdirmək üçün o cəzanın real olaraq yazılması necə düşünürsüz onu? Təbii Məsələn, ki, indiki qaydada xüsusi texniki qurğular vasitəsilə. bəli, kameralarla onu soruşacaqdım ki, kameraların ora quraşdırılmağı nə qədər sürəcək? Var, kifayət qədər kameralarımız var. Bu bir çox insanlar elə başa düşürlər ki, kameralar, bunu şərhlərdən də görürəm, paylaşımlar filan. Baxıram ki, vətəndaşın cərimə olunması üçündür. Xeyr, kameralar vətəndaşın, bunu buradan tam açıq şəkildə demək istəyirəm. Quraşdırılan kameralar vətəndaşların cərimə olunması yox, təhlükəsizliyin təmin olunması üçündür. Misal üçün, biz görürük ki, bu kamera yoldadır, düzdür və baxır, biri avtobus zolağına baxır, biri səkiyə baxır, biri digər hərəkət zolaqlarına baxır. Yaxşı, siz bilirsiniz ki, bu müəyyən əməliyyat axtarış tədbirlərində və yaxud da digər sirli məqamlar var, bunu dövlət qurumları bilir, mən bunu bilə də bilmərəm, heç bilsəm belə açıqlaya da bilmərəm. Elə məqamlar var ki, o kameralar bizim o qədər köməyimizə çatır ki, amma biz deyirik ki, yox, belədir. Xeyr, elə deyil. Yəni, reallıq tamam başqadır. Jurnalist olaraq sizi ən çox narahat edən urbanistika problemləri hansılardır? Bir vətəndaş olaraq cavab vermək istəyirəm buna ilk növbədə. Əla. Şəhərləşmə dünyanın istənilən yerində sürətlə gedir, bunu bilirik. Bəli. Və urbanizasiya prosesi niyə sürətli gedir və niyə gedir? Bu suala cavab axtarmaq lazımdır. Bu sualın cavabı birdir. İnsan şəhərə ona görə köçür ki, şəhərdə yeni ümidlər, yeni üfüqlər, onun xəyalında canlandırdığı həyat onu məhz şəhərdə gözləyir. Bax, o ümiddən gəlir. Hə, şəhərdə kim arzusuna, xəyalına çatır, kim çatmır, bu artıq zaman məsələsidir və bacarıq məsələsidir. Və necə çatır? Bax, bu da əsas məqamlardan biridir. Əgər insan şəhər həyatına istəyib, şəhərə gəlib, orada bir faydalı işlə məşğul olmayacaqsa, o insan artıq, belə deyək də, avtomatik olaraq həyat özü, elə şəhər özü onu yavaş-yavaş sıxışdırıb çıxarır. Şəhərdən çıxarır. Hə, istər-istəməz. Çünki yer tapa bilmir özdə. Amma insanlar var ki, faydalı olmağa çalışırlar və olurlar da. Müxtəlif işlərlə məşğul olurlar. Misal üçün, gəlib ölkəmizin o qədər gözəl güşələri var ki, misal üçün, insan yaşayır Qubada. Qubanın gözəlliyinə tay bərabəri yoxdur. Təbii ki. Və yaxud da digər şəhər və rayonlarımızda yaşayır. Və məcburiyyət qarşısında deyir ki, mən gedim şəhərdə filan işlə məşğul olum, arzumdur. Bəli. Mən misal üçün marketolog olmaq istəyirəm. Bunu Qubada reallaşdıra bilməyəcəm və yaxud da digər rayonda. Gedim şəhərdə öz arzuma çatım. Gəlir, təhsil alır, işləyir, uğurlu olur, qalır işləyir, davam edir həyatına. Uğurlu ola bilmirsə, təbii ki, qayıdır. Bax, bunu biz zamanın axarına buraxmışıq buna görə. Kim özünü tapdı qalır, tapmayanlar da geri qayıdır. Bəs bu şəhərimizdən, əsas şəhərimiz bildiyiniz qədərilə Bakıdır. Bakı şəhərimizdə olan, necə deyim, yükü azaltmaq üçün necə istifadə? Populyasiya yükü olsun, sonra deyim maşın yükü olsun. Bu necə deyim, həyat yükünü Bakıdan biraz azaltmaq üçün, digər rayonlarımıza onu səpələmək üçün hansı şeylərdən istifadə edə bilərik? Maraqlı yanaşmadır. Mən sizə deyim ki, Bakı şəhəri yüklənməyib. Bakı şəhərinin əhali sayı rəsmi rəqəmlərə görə 2-3 milyon arasıdır. Qeyri-rəsmi rəqəmlər 4-5 milyon aralığında deyir. Lap götürək 5 milyon. Bakı şəhəri və ətraf qəsəbələr hamısını bir yerdə götürəndə bu qədər çıxır. Bakı şəhərində yaşayan insanların belə deyək, şəhəri yükləməsi, yanaşması mənə görə doğru deyil. Çünki bizdə qərb yanaşması, yəni misal üçün buna biz Londonda misal gətirə bilərik. Londonda necədir? Şəhər bir neçə zonalara bölünüb, işləyirlər qərbdə, yaşayırlar şərqdə, əylənirlər cənubda. Misal üçün, belə bir belə deyək, planlaşma var. Bəli. Bizdə amma necədir? Bizdə yavaş-yavaş ona doğru gedirik. Misal üçün, maşın almaq istəyən insan birinci hara ağlınıza gəlir?
maşın almaq istəyirsiniz. Maşın bazarı. Maşın bazarını almaq istəməsəz Babək prospekti. Təbii düzdür? ki, bəli. Ay sağ olun. Yavaş-yavaş biz də ona gedirik. Misal üçün tikinti materialı almaq istəyirsiniz, hara ağlınıza gəlir? Sədərək. Və yaxud da Ziya Bünyadov prospekti. Düzdür? Bəli. Görürsüz? Yəni biz də yavaş-yavaş ona gedirik. Əylənmək istəyirsiniz, hara ağlınıza gəlir? Mərkəz. Bəli, mollar. Mərkəzdə bir neçə mollar da var elə Bakı bulvarı və ya ətrafında, Bəli. yaxınlığında. Yəni görürsüz, yavaş-yavaş biz də ona gedirik. İnsan yaşayır başqa yerdə, nisbətən kənarda, işləyir nisbətən mərkəzə yaxın, amma əylənir mərkəzdə. Bunu biz şaxələndirməliyikmi? Bəli, şaxələndirməliyik və bunun üçün də Bakı şəhərinin baş planı üzrə işlər də gedir. 2030-cu ilə qədər dövlət proqramı da var. Həmin o proqram çərçivəsində də böyük layihələr həyata keçiriləcək. Bunun bir neçə anonsunu da vermişik efirlərdə, elə sizin efirdə də deyim. Yeni tramvay xətlərinin olması bu böyük ölçüdə yükü aradan qaldıracaq. Niyə? Sərnişin daşıma yükünü aradan qaldıracaq. Çünki bugün sərnişin daşıma ilə bağlı ən böyük yükü, əziyyəti çəkən Bakı metropolitenidir. Bəli, metrodan yük qaldıracaqlar. Ay sağ olun. Həmçinin avtobuslardır. İkinci dərəcədə də avtobuslardır. Tramvay isə daha əlverişli, həm metrodan, həm də avtobusdan daha əlverişli və ikisinin ortasında olan bir nəqliyyat növü olaraq nə metrodur, nə də ki avtobusdur. Relsdə gedir, amma küçənin düz kənarı ilə. Bax, bu anlamda tramvay daha səmərəli nəqliyyat növü kimi şəhərimizdə özünə yer tutacaq. Daha doğrusu öz yerini bərpa eləyəcək. Çünki illər əvvəl var idi tramvaylar. Sonra müəyyən məsələlər oldu. Bunu hər birimiz yaxşı bilirik. 90'ları görənlər tam yaxşı anlayırlar onu. Elə bir dövr idi ki, həmin dövrdə bizdə tramvaydan çox digər məsələlərə ehtiyac var idi. Və Azərbaycanın inkişafını götürsək, biz 93-cü il və 2026-cı il aralığı, hələ ki 2026, gələn 2027 deyəcəyik. Bu illər aralığını götürsək, görərik ki, biz hardan hara gəlib çatmışıq və digər ölkələrin 100 ilə, 150 ilə getdiyi yolu biz ən qısa vaxtda getməyə belə müvəffəq olmuşuq. Bu reallıqdır. Mən ümid edirəm ki, 2030-cu ilə qədər paytaxt Bakıda köklü dəyişikliklər olacaq müsbət mənada və bunun üçün də vətəndaş olaraq da biz də öz töhfəmizi verməyə çalışmalıyıq. Belə bir sual da soruşmaq istəyərdim. Sizin düşüncənizlə Bakı çox da necə deyim, yüklənməyib və digər rayonlarımıza səpələnməyə ehtiyac yoxdur. Belə bir sual soruşmaq istəyərdim ki, bəs bu probkalar olsun, bu necə deyim, insan çoxluğu olsun, nədən əmələ gəlir? Maraqlıdır. Sıxlıq və yaxud da tıxac arasında böyük fərq var. Tıxac odur ki, oturdun avtomobildə, gözləyirsən, 1 saat, 2 saat yol açıldı, hərəkəti davam edirsən. Sıxlıq odur ki, müəyyən qədər avtomobil toplaşdı bir yerə və sonra hərəkət davam elədi, çıxdı, getdilər hamısı. Bizdə tıxacın olduğunu deyə bilərsiniz. Nə vaxtsa tıxac görmüsünüz. Olub nadir hallarda yol bağlanıb, təmir olunub, nə bilim nə, digər məsələlər. Tıxac o hallarda olub, amma o da müəyyən qısa bir vaxt çəkib, çox belə deyək də, mənim heç ağlıma gəlmir indi ki, konkret bir vaxtdan deyə biləm. Bizdə yaşanır sıxlıq. Moskva şəhərini götürək. Moskva şəhərində elə tıxac olur ki, avtomobili söndür, yat içində. Və yaxud da digər İstanbulda və yaxud da digər böyük şəhərlərdə elə tıxaclar olur ki, insan bilmir neynəsin hətta. Avtomobili qoyub evinə çıxıb gedənlər də olur. Bizdə amma belə bir vəziyyət yoxdur. Və biz deyirik ki, Bakı şəhəri yüklənib. Misal üçün, Moskva şəhərini götürək, relyef quruluşu Bakıdan qat-qat düzəndir. Yəni, Bakı şəhəri amfiteatr quruluşundadır, relyefi də mürəkkəbdir, yoxuşlar, enişlər və digər məsələlər. Moskva şəhərinin həm də coğrafi mövqeyi elədir ki, şəhər hər tərəfdən quru ilə əhatə olunub. Şəhərin 4 bir tərəfindən çıxış və giriş mümkündür. Bakı şəhərinə baxaq, harada yerləşir? 50% şeydədir. Yarımadada. Bəli. Bakı şəhərinin şimal və cənub girişi var. Düzdür? Və biz Bakı şəhərindən tələb eləyirik ki, özümüzdə, bizdə sıxlıq olmasın. Yəni, bunu birincisi coğrafi şərtlər tələb eləyir.
İkinci də ki, yenə dediyim kimi, yenə coğrafi şərtlərə qayıdıram, relyef quruluşu, həm mövqe, həm də ki, müəyyən Bakı şəhərinin tikilməsi, daha doğrusu yeni tikililər, tikinti bumu başlayan vaxtı müəyyən xaotik vəziyyət yaşandı. Və o xaotik vəziyyətin aradan qaldırılması üçün də işlər gedir. Necə aradan qaldırılacaq? Bunu artıq 2030-cu ilə qədər bu dövlət proqramında biz bir hissəsini görə biləcəyik. 2030-dan sonra isə digər hissələrini görə biləcəyik. Və bu işlər getdikcə də biz, siz də elə mən də hər birimiz hiss eləyəcəyik ki, Bakı şəhərinin əhalisi artır, amma nədənsə sıxlıq azalır. Və sıxlığı daha doğrusu artıran məqamlardan birini də deyim, darboğaz effektinin yaranması. Yeri gəlmişkən onu da qeyd edeyim. Hər kəs buna butulka effekti deyirdi. Təxminən bir il bundan qabaq başladım buna darboğaz effekti demək. Çünki öz dilimiz var. Azərbaycan dilinə hörmətlə və sevgi ilə yanaşmaq hər birimizin borcudur. Bəli. Və darboğaz effekti yaranır. Ziya Bünyadov prospekti misal gətirə bilərik. 4, 3, 2 zolaq, sonra hətta gəlir müəyyən yerlərdə yol ayrıclarında bir zolağa qədər düşür. Yəni Bakı şəhərini yüklənmiş kimi göstərən məqamlardan biri də yolların çəkilişi vaxtı müəyyən mühəndislik xətalarıdır. Biz indi bunun tıxac sıxlığının və ya sıxlığın, maşın sıxlığının long term, yəni daha böyük bir zamanda effektlərindən və ya onun şeylərindən danışdıq. Effektlərindən danışdıq, həll yollarından danışdıq. Biz daha qısa zamanda bu tıxacı azaltmaq üçün nədən istifadə edə bilərik? Deməli, bununla bağlı təxminən bir 5-6 ay bundan qabaq verilişdə müzakirə aparırdıq. Orada qonaqlara bir söz dedim. Dedim, belə bir təklif versək, bu görəsən qəbul olunar yoxsa yox? Təklif nədən ibarət idi? Bakı şəhərində bir çox küçə və prospektlərin bir istiqamətdə olmasının əsas faydası nədir? Xətai prospekti. Orada xətlənməni görmüsünüz yəqin ki. Ora ilə bağlı hətta bir neçə süjet də hazırlamışam, çəkiliş də etmişəm orada özüm. Problemli məqam nədir? Biz düz yolda əyri xətlər çəkməyi sevirik. Və bir Azərbaycan sürücüsü, özümü götürüm. Yəni, rahat bir misal gətirirəm. Mən yola çıxıram və mən təbii ki, nişan, həm də üfüqi nişanlanma xətləri, yol nişanı ilə üfüqi nişanlanma xətlərinin bu artıq bir növ peşə xəstəliyinə də çevrilib məndə uyğunluğunu axtarıram. Qeyri-uyğunluq görürəmsə və yaxud da belə uyğunsuzluq görürəmsə, mən bu halda hansı mənə sərf edir, onun tələbini yerinə yetirirəm. Amma gəlin qəbul eləyək ki, bəzi sürücülərimiz yol hərəkət qaydalarını ya unudublar, ya da ki, öyrənmək istəmirlər. Təkrarlamaq istəmirlər. Yenə deyirəm, hamıya aid. Təkmilləşdirmək. Nə vaxtsa bilib, amma yenidən yadına salmaq istəmir. Müəyyən dəyişikliyi bilmək istəmir. Misal üçün, yol verməklə sağa dönmək olan nişanını bilmək istəmir ki, bu nəyə görədir? Var belə nişan. Və insan işdən çıxıb, gedir ikinci işinin arxasıca və yaxud da taksi idarə etməyə başlayır, əsas işindən çıxandan sonra. İnsan həm yorğundur, həm də stres halındadır. Və sükanı tutub yerə baxmaqdan məşğuldur. Ya da ki, fikri harası dağılır. Bu da normaldır. Yorğun insan avtomobil idarə etməməlidir əslində, amma məcburiyyət var. Və insan yerə baxa-baxa gedir, bir sağ, bir sol, bir sağ, bir sol. Adam başı gicəllənir elə yollarda. Və digər tərəfdə də dünya aləm vecin olmayan bir sürücü deyir, bu yol mənim baba mirasımdır, mən bu yolda belə hərəkət eləyəcəm. Cərimədir, gedib ödəyərəm də. Və adam elə xəttlər əyri-üyrü olsa da düzünə gedir. Nəticədə nə baş verir? Qəza. Qəza, bəli. Və cərimə ilə bağlı da bir məqam deyəcəm əslində. Digər məsələ isə bizim bu təcrübəni hardan götürməyimizdir. Orada pauzada saxlayaq bunu, indi əlaqələndirəcəm. Biz bu təcrübəni deyirik ki, qərbdən götürmüşük. Misal üçün Fransada və Avropa şəhərlərində, Almaniyada belədir. Gözəl. Axı o Fransa vətəndaşı üçün keçərlidir. Gəl belə deyək, Fransa vətəndaşına
45 dərəcə istidə armudu stəkanda isti çay içizdirə bilərik. Qəti. Adama nə deyər? Hə deyir, qardaş sən Bu deyirsən. nədir? Amma biz içirik, sərinlənirik, düzdür? Bəli. Biz onu Fransa vətəndaşına elətdirə bilmərik. Bəli. O bizə qəribə baxacaq. Və biz də Fransa vətəndaşı, fransız sürücü ilə demirəm, bizim üstün cəhətlərimiz həddindən artıq çoxdur. Biz görərik ki, yolda bir yaşlı nənədir, yol keçə bilmir. Cərimə olunsaq belə saxlayıb maşınımızı onu yolu keçirdərik, sonra yolumuza davam edərik. Halbuki bunu da kameradan baxan şəxs, mən bunu tam əminliklə deyirəm, çünki başıma gəlib bir dəfə etmişəm o hərəkəti, cərimə gəlməyib. Yəni humanist yanaşmamız bizim dünyada məşhurdur. Yəni hər kəs bilir, turistlər də bunu qeyd edirlər, özünüz də bilirsiniz bunu. Amma bir Avropa vətəndaşı saat 5 tamamda, yəni müdir onu saxlasa belə desə 5 dəqiqə qal, deyəcək qalmıram, 5 tamamda çıxır, gedir evinə. Şəxsi mini vasitəsi ilə gəldi, rahat. İnsan 5 dəqiqə, 10 dəqiqə, 1 saat, 2 saat istirahətini elədi, çıxdı, getdi hər hansısa restoranda, yenə də öz əyləncəsinə davam etdi, gəldi evinə, yatdı, səhər yenə durdu, getdi işinə. Düzdür? Biz, misal üçün, maddi durumunu yaxşılaşdırmaq istəyən bir Azərbaycanlını götürək. İnsan işləyir, müdür bir saatda saxlayır, sonra çıxır iş yerindən, başına maşının bir o şahmat deyirik də, onu qoyur, gedir taksi sürməyə, sonra gəlir evə, fikirləşir ki, mən filan şey almalıyam, bunu eləməliyəm, onu eləməliyəm, taksinin ödənişini də eləməliyəm və biz o vətəndaşa deyirik ki, sən əyri-üyrü xətlərlə avtomobil idarə elə. Bu nə dərəcədə doğrudur? Doğru deyil təbii ki. Bax, məsələ budur. Cərimə məsələsinə qayıdaq. Dedim, biri qaydalar pozmamaq üçün baxır ora-bura, diqqətini fokuslayır, digəri isə vecinə deyil. Cərimə məsələsi necə tənzimlənsə yaxşı olar. Bunu da dəfələrlə müzakirə etmişik, radio və televiziya efirlərində. Belə burada da demək istəyirəm. Məncə vətəndaşların cərimələnmə prinsipi onların illik və yaxud da aylıq gəlirlərinə görə hesablansa daha yaxşı olar. Misal üçün, İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi tələb edir ki, orada 40 manat cərimə nəzərdə tutulub, düzdür? Üfüqi nişanlanma xəttinin tələbini pozduğuna görə 40 manat cərimə olunursan. Misal üçün, rahib ayda 500 manat maaş alır, digəri isə 5000 manat maaş alır. Misal olaraq deyirəm, orada qeyd oluna bilər ki, 327.1-ci maddənin tələbini pozan şəxs, gəlin belə götürək, aylıq gəlirinin 1% qədər, 10% çox olar, 1% qədər 5000 qazanan və tutar gedər, belə eləməyək. 1% qədər cərimə olunacaq. Deməli, məsələ burada harada düyün açılır? Misal üçün, 500 manatın 1% nə qədər eləyir? 5 manat, düzdür? İndi 5 manatda cərimə olmaz axı. Burada minimum meyarda götürülə bilər. Ki, minimum, misal üçün, 50 manat olmaqla, indi mənim qazancım ola bilər 5 manat göstərsin, yəni 1% dərəcəsində. Amma minimum 50 manat olmaqla 1% dərəcəsində hesablansın. 5000 manat alan isə nə qədər ödəyəcək? 1%-dən 50. Ay sağ olun, 50 manat. Yəni o insan gedib 50 manat ödəyəcək, nəticə etibarilə mən də 50 manat ödəyəcəm. İndi bunu artıq qanunu qəbul eləyəcək şəxslər, bunu riyazi hesablamalar şəklində elə tənzimləməlidirlər ki, 500 manat alandan 5000 manat aylıq gəliri olan şəxsin arasında fərq qoyulsun. Nəyə görə? Çünki 5000 manat aylıq gəliri olan şəxs 50 manat ödəyirsə, onun büdcəsindən o qədər də böyük bir məbləğ ayrılmır. Amma 500 manat məvacib alan şəxsin 50 manat ödəməsi bu böyük bir məbləğdir. Qayda pozuntusudur. Bunu heç kim inkar eləmir. Pozulubsa, protokollaşdırılıb, cəriməsi ödənilməlidir. Bu bir mənalıdır. Mən hətta tərəfdarıyam ki, xüsusi texniki qurğular paytaxtın hələ bir çox yerləri var ki, orada da quraşdırılmalıdır. Çünki xüsusi texniki qurğunun olmamasından istifadə edən sürücü digərlərinin həyatına ciddi təhlükə yaradır. Bəli. Bax, belə məsələlər var. Ona görə bu təcrübə, mən tam dəqiq deyə bilərəm, Finlandiyada var. Belə bir təcrübədən istifadə eləyirlər.
Bilmirəm indi qüvvədədir ya yox. Amma ediblər belə bir təcrübədən istifadə və bizdə də bu təcrübənin reallaşması düşünürəm ki, ancaq qayda pozuntularının azalmasına gətirib çıxaracaq. Biz artıq bölümümüzün yavaş-yavaş sonlarına yaxınlaşırıq. Belə bir axırıncı sual vermək istərdim. Siz bayaq bildirdiyiniz qədərilə maşın sürücülərinin, maşın istifadə edən şəxslər necə deyək, qaydalara çox da yadlarında olmur, yeni qaydalarla maraqlanmırlar, yeni deyir elə pasportumu aldım, maşın pasportumu aldım, maşın istifadə edirəm. Sürücülük vəsiqəmi aldım, Bir qismi istifadə edirəm. belədir. Bəli. Belə bir sual soruşmaq istəyərdim ki, onun qoca insanlara məncə Azərbaycanda da belədir. Bir müddət sonra, qocalandan sonra deyirlər ki, gəlib təzədən test verməlisən, göz testi olsun və ya sürücülük testi olsun ki, maşın istifadə etmək üçün yenə verməlisən. Belə bir şeyin yaşını azalda bilərikmi? Məsələn, 10 ildən bir, hər bir şəxs 10 ildən bir gəlib öz bilgilərini yenidən yoxlatmalıdır. Belə bir şey Azərbaycanda mümkündürmü, yoxsa yox? Qanunları bilib-bilməməsini Bəli, yoxlamaq bəli. yoxsa mən əslində qanunları bilib-bilməməsini yoxlamaqdan çox nəyin tərəfdarıyam? Psixoloji müayinədən keçməli. Məndən olsa avtomobil necə ki hər il texniki baxışa getmir, indi müəyyən avtomobilin yaşı varsa, 10 ildən çoxdursa filan, o vaxta qədər 5 il, 2 il müddət var, sonra hər il. Avtomobil texniki baxışa gedəndə hər bir sürücü də psixoloji müayinədən keçsin. Və keçməlidir. Çünki bu gün yollarda o qədər aqressiyanın şahidi oluruq ki. Baxırsan, bəzi sürücülər bir-birlərinə elə yanaşırlar. Deyirsən, qardaş, Azərbaycanlı deyilik. Yəni, nə oldu? Bu gün o sən qarşıma çıxıb, sabah sən kimisə qarşısına çıxacaqsan o halda. Yəni, burada böyüdüləcək bir şey yoxdur. Və normal halda ötüb keçəcəyin bir vəziyyətdə aqressiv reaksiya verirsən və görürsən ki, aləm dəydi bir-birinə. İki sürücü başladı dalaşmağa. Və belə bir kadrlarımız da olub, televiziyada çəkiliş vaxtı anidən bir də baxdıq, iki sürücü başladılar dalaşmağa, əlbəyaxa. Onu da çəkmişdik ki, üzləri düşmürdü, dronla çəkmişdik yuxarıdan. Yəni, belə hallarla qarşılaşırıq, insana belə qəribə gəlir. Bax, ona görə də sürücülərin ilk növbədə qaydaları bilib-bilməməsi o ikinci planda olmalıdır. Birinci planda sürücü sükan arxasında əyləşməyə onun psixoloji durumu icazə verirmi? Bu sualı özümüzə verib, yoxlamadan keçirib, ondan sonra onların, belə deyək, sükan arxasında əyləşməsinə icazə verəcəyikmi? Onların qaydaları, qanunları bilib-bilməməsini yoxlayacaqmı? O etapa keçmək olar. Biz artıq bölümümüzün sonuna gəldik. Mən ilk öncə Rahib bəyə bizim dəvətimizi qəbul etdiyi üçün çox təşəkkür etmək istəyərdim. Mən də sizə təşəkkür edirəm. Sonra izləyicilərimizə dinlədikləri üçün, vaxtlarını ayırdıqları üçün çox təşəkkür etmək istəyirəm. Biz artıq bölümümüzün sonuna gəldik. Şəhərlərinizi sevin, onları qoruyun və unutmayın. Şəhərləri ancaq texnologiyalar deyil, insanlar qurur. Görüşənədək.